Ana arını görmək istəyənlər yaxından baxa bilərsiniz. Bax, ana arı budur. Ana arı bu cür olur. Adi işçi arı, yaxından siz buna da baxın, işçi arıya da baxın, ana arıya da baxın. Aradaki fərqi görə bilirsiniz də yəqin ki. Görürsünüz gövdəsi nə qədər böyükdür. Ana arı bax bu cür böyük ölçüdə olur və rəngi biraz fərqlənir. İşçi arı isə, adi işçi arı isə budur. Erkekler görmək istəyir. Bu erkek arıların eşqinə düşənlər var bəziləri. Bu da erkek arı. Görürsünüz? Bunun boy buxundan kələ kimi olmağından yəqin görürsünüz. Belə baxıb görüləsi bir şey yoxdur. Amma yəni boy buxundan, özünün vid fasonundan bilmək olur ki, bu erkek arıdır. Yəni sıradan bir işçi arı ilə bunu müqayisə eləyək, istəsəz bir yerdə. İkisini bir yerdə də tuta bilmirik ki. Bu balaca işçi arı, işgüzar, fəhlə yazır. Bu isə belə böyük yekə başlı olmağından belə bilmək olur ki, erkek arıdır. Misal üçün buna baxın, adyeniz seçilir. Yanındakı işçi arıya baxın, balacadır, erkek arı böyükdür. Arxa hissəsi qaradır, qarnı yekə, yekə baş, gözləri iri. Başqa nə deyim sizə? Yəni belə. Amma belə tutun mən bunu. Belə baxıb görüləsi heç nəyi yoxdur. Deyirsiniz hara baxaq? Belə bir heç nə yoxdur. Mən görməmişəm indiyə kimi.